Dostlar, hər kəsə salam olsun. Hər birinizi salamlayıram. Bu gün bizim ikinci dərsimizdir. İkinci dərsimiz isə ikinci bölümü olacaq Konstitusiyadan əsas insan və vətəndaş hüquqları və azadlıqlarına baxacağıq və burada həmin bu fəsildə vacib olan bütün maddələrə ətraflı şəkildə baxacağıq. Elə isə gəlin vaxt itirmədən keçək dərsimizə. Uşaqlar, bu slaydı da belə deyim, mən sizə göndərəcəm Telegram qrupuma və WhatsApp qrupuma üzv olmaqla bunu əldə eləmiş olacaqsınız. Gəlin ilk olaraq belə bir giriş hissəyə baxaq. Qeyd olunur ki, bax bu təqdimat Konstitusiyanın 3-cü fəslində olan hüquq və azadlıqları ilə bağlıdır və burada əsasən 5 sütun üzrə təqdim edəcəm sizə. Biri bünövrə prinsipləridir, görsünüz rəngin, şəxsi hüquqlarınızdır, sosial-iqtisadi hüquqlar, siyasi hüquqlar və hüquqi təminatlara baxaq uşaqlar. İlk olaraq burada bünövrədən başlayırıq. Burada qeyd olunduğu kimi bölmüşük bünövrə prinsipləri. Bünövrə prinsiplərinə hansılara aiddir? 24, 24-cü bizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipidir ki, qeyd olunur ki, insan ləyaqəti qorunur və ona hörmət edilir və hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Toxunulmaz, pozulmaz, bir də ayrılmaz. Bunu isə tap kimi yadınızda saxlaya bilərsiniz. Hüquqlardan isə sui-istifadəyə yol verilmir. Bərabərlik hüququna baxırıq uşaqlar. 25-ci maddədə qeyd olunur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və eyni şəkildə uşaqlar burada qeyd olunmayıb, azadlıqları da vardır. Bilirsiniz, bizim 5 azadlığımız var. O haqqda da danışacağam. Və qeyd olunur ki, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən və digər amillərdən asılı olmayaraq ümumiyyətlə ayrı-seçkilik qadağandır və sağlamlıq imkanları məhdud olanlardan bütün hüquqlardan istifadə edir. Amma bir məsələ var ki, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa uşaqlar. Burada bu hissədə qeyd olunmayıb, onu mütləq şəkildə yadınızda saxlayırsınız. Sonra keçək digərdə. İkincidə, burada artıq hüquqların müdafiə təminatından söhbət gedir. Maddə 26-da və burada qeyd olunur ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmə hüququ var və buna təminatı kim verir? Dövlət təminat verir ki, qeyd olunur ki, dövlət hər kəsin hüquq və azadlıqların müdafiəsinə təminat verir. Bu digər bütün hüquqları qüvvədə saxlayan, bax burada da qeyd olunduğu kimi fundamental prinsipdir. Uşaqlar, keçirik şəxsi hüquqlarımıza, o şəxsi sütun dediyimiz hissəyə. Burada yaşamaq və azadlığa baxırıq. İlk olaraq yaşamaq hüququ maddə 27-də bizim qarşımıza çıxır. Burada qeyd olunur ki, hər kəsin yaşamaq hüququ var, amma bu yaşamaq hüququnun istisnaları da var ki, bunlar hansılardır? Baxın, silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmə hökmü ilə ölüm cəzası tam ləğv edilənə qədər və daha sonra hansılar vardı bizdə? Məsəl üçün, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müəyyən edilə bilərdi yaşamaq hüququnda və yaşamaq hüququnda eyni zamanda onu da qeyd etmək istəyirəm ki, insana qarşı silah işlədilməsinə yol verilməsi halları da var ki, bunlara zəruri müdafiədir, son zərurətdir, cinayətkarın yaxalanması, tutulması halları, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması və s. idi. Azadlıq hüququ isə maddə 28-dir və burada qeyd olunur ki, yenə də hər kəsin azadlıq hüququ var, amma bu hüquq məhdudlaşa bilərmi? Bəli, tutulma, həbs alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşa bilər. Daha sonra qarşımıza çıxır 3-cü bənddə isə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət eləyə bilər, özünə yaşayış yeri seçə bilər, ölkədən kənara da gedə bilər və hər zaman vətəndaşların ölkəyə maneəsiz qayıtmaq hüququ var. Keçək digərinə. Yenə də şəxsi hüquqlarımızdayıq. Burada isə maddə 32 var və bir də maddə 33-ə baxaq. Digərini dedimmi? Hə. 29-30-a da baxacağıq əlbəttə ki, maddə 32-də qeyd olunur ki, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, yazışma, telefon danışıqları və digər rabitə məlumatlarının məxfiliyini saxlamaq hüququ var. Razılığı olmadan şəxsi həyat haqqında məlumatın toplanılmasına, saxlanılmasına və yayılmasına
yol verilmir. Ümumiyyətlə uşaqlar şəxsi toxunulmazlıq hüququ bəli, uzun bir maddədir. Burada əsas olan məqamı qısa şəkildə izahım vermişəm. Əlbəttə ki, bunun belə deyək, daha ətraflı şəkildə izahı da mənim YouTube kanalımda var. Ona da baxa bilərsiniz. İndi buralara link yerləşdirərəm. O hissədən keçid edib baxarsınız. Mənzil toxunulmazlığına baxaq uşaqlar. Mənzil toxunulmazlığı maddə 33 qısadır və qeyd olunur ki, hər kəsin mənzil toxunulmazlığı hüququ var. Mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Əlbəttə ki, bu iki hal var. Qanuna müəyyən edilmiş hallar və məhkəmə qərarı istisnadır. Bunu yadınızda saxlayın. Sonra keçək digərinə. Digəri maddə 31 burada qeyd olunub şəxsi bilirsiniz hüquqlarımızdandır. Təhlükəsiz yaşamaq bu 31-ci maddədir və burada qeyd olunur ki, hər kəsin təhlükəsiz yaşamaq hüququ var. Şəxsin həyatına, sağlamlığına, mülkiyyətinə və mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək nə deyir? Qadağandır. Şərəf və ləyaqətin müdafiəsi hüququ bu maddə 46-dadır və burada qeyd olunur ki, 46-cı maddədə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən əlbəttə ki, qorunur, heç kəsə işgəncə və əzab verilə bilməz. İnsan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. Könüllü razılığı olmadan heç kəs üzərində tibbi və ya elmi təcrübələr və yaxud da ki, başqa təcrübələr də aparıla bilməz. Görək digər nədir? Yenə də şəxsi sütundayıq biz və burada ailə və mənsubiyyətə baxacağıq. 34-cü maddəmiz nikah hüququmuzdur bizim. Nikah hüququnda qeyd olunur ki, qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var və nikah könüllü razılıq əsasında bağlanır. Biz əmək hüququ keçəndə orada qeyd olunacaq ki, əmək müqavilələri isə sərbəst bağlanır və ailə dövlətin himayəsində olur. Valideynlərin və uşaqların qarşılıqlı hüquq və borcları var. Yəni nədən gedir söhbət? Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcuydu. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar isə əmək qabiliyyəti olmayan valideynləri saxlamağa borcludur. Yəni suallarda gedib dövləti götürməyin. Milli mənsubiyyət hüququ 44-cüdür və burada qeyd olunur ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var və heç kəs mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Yəni məsələn, biri əgər ləzgidirsə, siz ona gedib deyə bilməzsiniz ki, siz türksünüz və yaxud talışsınız. Bax, buradan söhbət gedir. 45-ci isə ana dili hüququndan istifadə hüququdur. Ana dilindən hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə, təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Və qeyd olunur ki, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 9-cu da yenə də şəxsi deyil, burada artıq mülkiyyət hüququdur və burada qeyd olunur ki, hər kəsin mülkiyyət hüququ var və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyətin 3 növü vardır, uşaqlar, dövlət, bələdiyyə və xüsusi. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəniciləşdirilməsinə icazə verilir, amma onun dəyərini qabaqcadan ədalətli ödəmək şərti ilə yol verilir. Maddə 30 əqli mülkiyyət hüququdur. Sadə, balaca maddədir. Qeyd olunur ki, hər kəsin əqli mülkiyyət hüququ var. Yəni əqli mülkiyyət dedikdə baxın, müəlliflik, ixtiraçılıq və əqli mülkiyyətin başqa növləri qanuna qoyulur. Mən bu videonu çəkirəm, bu da mənim müəlliflik hüququmdur. Düzdürmü? Baxaq yenə keçək biz sosial-iqtisadi sütuna keçirik. Burada da qeyd olunub əmək və sahibkarlıq. Maddə 35 əmək hüququdur və əmək hüququnda qeyd olunur ki, hər kəsin sərbəst peşə seçmək, təhlükəsiz və sağlam şəraitdə işləmək, dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqından az olmayan haqq qalmaq hüququ var. Və əlbəttə ki, məcburi əmək qadağandır. Məcburi işlədilmək hallarına yol verilirmi? Bəli, verilir. Burada da qeyd olunub qanuni istisnalar. Bunlar hansılardır? Yadınızda saxlayın. Mən deyim, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək halları və bir də qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək var. Bax, bu 3 halımız var ki, orada olar məcburi işlətmək. Və bir məsələni də diqqətinizə çatdırım. İşsizlər sosial müavinət almaq hüququna malikdir. Əmək müqavilələri isə sərbəst bağlanır. Mütləq şəkildə onu da yadınızda saxlayın. Maddə 59 azad sahibkarlıq hüququdur ki, deyir ki, 59-da hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Və burada qeyd olunur ki, dövlət bu sahədə yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tədbirləmə həyata keçirir. Məsələn, kimyəvi bir fabrikiniz var. Siz burada dövlətin əsas marağı budur ki, siz həm vergini ödəyin, həm də ətrafda insanlara zərər vurmayasınız. Həmin o kimyəvi maddələrlə işləmək bədəm təhlükəlidir axı. Müəyyən dövlətin müəyyənləşdirdiyi qaydalara riayət eləyəsiniz və sair. Yəni bu kimi bunun da ətraflı izahını vermişəm. Sonra yenə də sosial-iqtisadi sütundayıq və tətil hüququna baxırıq. Qeyd olunur ki, hər kəsin tək başına və ya başqaları ilə birlikdə tətil etmə hüququ var. Amma silahlı qüvvələrdə xidmət edənlər, istər mülkçülər, istər hərbiçilər, bunlar istisnadır. Lockout qanunla müəyyən edilmiş hallar istisna olmaqla qadağandır. Baxın, qısa şəkildə lockoutun nə olduğunu da burada qeyd eləmişəm ki, işə götürən təşəbbüsü ilə fəaliyyəti dayandırır. Yəni bir var tətili işçilər eləyir. Məsələn, kütləvi şəkildə işə getmirlər. Lockout isə həmin, yəni işə götürən müəssisəni bağlayır, müvəqqəti olaraq, yəni həmin o müəssisə bağlanırsa, onlara maaş da verilmir, düzdürmü? Bax belə. İstirahət hüququ, hər kəsin istirahət hüququ var. Bu istirahət hüququ deyəndə gündə 8 saatdan artıq olmayan iş günü nəzərdə tutulur. İstirahət və bayram günləri və ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət. Növbəti yenə sosial-iqtisadi sütundayıq və biz sosial təminat hüququna baxacağıq. Və burada qeyd olunur ki, qanun müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinə, işsizliyə görə və digər hallarda sosial təminat almaq hüququna malikik və dövlət xeyriyyəçilik və könüllü sığortanın sosial inkişafı üçün, sığortanın daha doğrusu inkişafı üçün imkanlar yaradır. Əlbəttə ki, bu maddəni də belə deyək, çox da böyük maddə deyildi, qısa maddədir. Mən isə burada əsas olanları yazmışam. Bir də uşaqlar bir şey də deyim. Təqaüdlərin və sosial müavinətlərin də minimum məbləği qanunla müəyyən olunurdu. Yadınızda saxlayın. Maddə 41 sağlamlığın qorunması hüququdur ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Dövlət isə səhiyyənin bütün növlərinin inkişafı üçün tədbirlər görür. Əlbəttə ki, bu müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərir. Bura aiddir istər dövlət, istərsə də məsəl üçün xüsusi mülkiyyət, yəni özəl xəstəxanalar və s. İnsanların sağlamlığı üçün təhlükə törədən faktları gizlədən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur. 13-ə baxaq. 13-də inkişaf və ətraf mühitdir. Yenə də sosial-iqtisadi sütundayıq biz. Təhsil hüququna baxırıq. Maddə 42. Təhsil hüququ vətəndaşın olur, hər bir şəxsin və yaxud hər kəsin yox və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və istedadlı şəxslərin təhsilini davam etdirməsinə zəmanət verir. Uşaqlar, keçirik digərinə. Maddə 40 mədəniyyət hüququdur və burada qeyd olunur, balaca maddədir. Hər kəsin mədəni həyatda iştirak etmək və mədəni sərvətlərdən istifadə etmək hüququ var. Hər kəs tarix və mədəniyyət abidələrinin qorunmalıdır. Qısa yazmışam, mənəvi irsə hörmət eləməlidir, ona qayğı göstərməlidir və s. Sağlam ətraf mühitdə yaşamaq hüququ maddə 39-dur və burada qeyd olunur ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq, eyni şəraitdə ekoloji vəziyyət haqqında məlumat toplamaq və sağlamlığına vurulmuş zərərin əvəzini almaq hüququ var. Orada sadəcə bir maddə var ki, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə bilməz. Yəni qanunla olmalıdır, o müəyyən olmalıdır. Məsələn, siz maşın istifadə edirsiniz, o maşın da istifadə olunanda havaya zərərli belə deyək qazlar buraxır və bunun əlbəttə ki miqdarı olmalıdır və yaxud restoran işlədənlər də görmüsünüz hər halda. Bax, söhbət bundan gedir. Keçək digərinə. Digəri nədir? Yenə sosial-iqtisadi sütunda mənzil təminatındayıq. 43-də var bu. Qeyd olunur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət isə yaşayış binalarının və evlərin tikintisinə rəvac verir və insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Yəni şərait yaradır. Burada fərqi də var. Maddə 33-lə qeyd olunur ki, baxın burada da qeyd olunur. Mənzil toxunulmazlığı tamamlayan bir sosial təminatdır. Biri müdaxilədən qoruyur, digəri isə hüququn reallaşmasına şərait yaradır. Bax belə. 15-ə baxaq, artıq siyasi sütundur. Biz siyasi sütunda birinci fikrin gücünə baxırıq. Bunun biri fikir və söz azadlığıdır. Burada qeyd olunur ki, hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz. İrqi, milli, dini, ədavət və düşmənçilik
oyadan təşviqat və təbliğata yol verilmir. Uşaqlar, ümumiyyətlə bizim 5 hüququmuz var. Baxın, biri burada fikir söz azadlığı, məlumat azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumatın dedim. Bir də yaradıcılıq azadlığımız vardır. Məlumat azadlığı bu haqda bir dənə bizim əlavə qanunumuz da var və burada qeyd olunur ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Kütləvi informasiya vasitələrində dövlət senzurası qadağandır. Dövlət senzurasının nə olduğunu da mən ətraflı izahını vermişəm. Hər kəsin təqsib vermək hüququna təminat verilir. Söhbət burada təqsib vermək deyəndə nədən gedir? Yəni kütləvi informasiya vasitələrində sizin hüquqlarınızı pozan, mənafeyinizə xələl gətirən məlumatlar təqsib etməkdən söhbət gedir. Dövlət senzurası isə yəni müəyyən materialların dövlət tərəfindən icazə şəklində verilməsindən söhbət gedir ki, məsələn, dövlət burada qadağan eləyir. Hər bir material verilmir. Bunun isə yenə deyirəm, ətraflı şəkildə izahını vermişəm. Onu isə YouTube kanalımda baxarsınız. Sonra keçək digərinə. 16-ya görək nədir? Yenə burada vicdan azadlığıdır. 48-ci maddə. Dinə münasibətini hər kəsin müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək başına və yaxud birlikdə etiqad etmək, yaxud da etməmək hüququ var. Dini mərasimlərin yerinə yetirilməsi sərbəstdir, amma əgər o ictimai qaydanı pozmursa, məsələn, yas mərasimləri keçirəndə siz gedib bunu asfaltda palatka qura bilməzsiniz ki. Heç kəs dini ayinlərdə iştiraka məcbur edilə bilməz. Bu da belə. Sonra burada yaradıcılıq azadlığıdır və yaradıcılıq azadlığı qısadır. Hər kəsin yaradıcılıq azadlığı var. Dövlət isə ədəbi, bədii, elmi, texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Siyasi sütunda kollektiv fəaliyyətdən danışaq. Bunun biri sərbəst toplaşmaq azadlığıdır. 49-dadır bu və qeyd olunur ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var. Amma dövlət orqanlarını qabaqcadan xəbərdar eləmək şərti ilə əlbəttə ki, dinc, silahsız olmalıdır və nümayişlər də keçirə bilərik. Qeyd etdiyimiz kimi bunun əsas məsələsi dinc və silahsız olmasıdır və dövlət orqanlarını qabaqcadan xəbərdar eləməklə. Bununla bağlı bizim ayrıca qanunumuz da var. Maddə 58 isə birləşmək hüququdur və burada birləşmə hüququ deyəndə qeyd olunur ki, hər kəsin istənilən siyasi partiya, həmkarlar ittifaqı və s. yaratmaq, ona daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər isə qadağan edir və məhkəmə qaydasında hansı ki o qanunları, konstitusiyanı pozan birliklər var, onların fəaliyyətinə xitam verilə bilər, yadınızda saxlayın. 18-ə baxaq. Burada da siyasi sütundayıq. Dövlətin idarə edilməsində iştirakdır. Bunun biri iştirak hüququdur. Maddə 54-55. Yəni vətəndaşların və cəmiyyətin vətəndaşların, cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında maneəsiz iştirak eləmək hüququ var. Maddə 54-55-i qısa şəkildə yazmışıq. Yəni 54 cəmiyyətin və dövlətin siyasi həyatında iştirakdır. 55 isə dövlətin idarə olunmasında iştirakdır. Əlbəttə ki, orada qeyd olunurdu ki, qısa məlumat verim. Vətəndaşlar dövlət orqanlarında qulluq edə bilərlər və dövlət orqanlarının vəzifəli şəxsləri də Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilir. Bir məsələ də var ki, vətəndaşlığı olmayan şəxslər də dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər. 56 seçki hüququdur. Bu da vətəndaşların hüququdur və vətəndaşların dövlət orqanlarına seçmək, seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Amma hər kəs burada iştirak eləyə bilməz. Kimlərin yoxdur? Məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər, bax burada istisnadır. 57 isə müraciət etmək hüququdur. Petisiya hüququ da gedir bu. Vətəndaşların dövlət orqanlarına şəxsən və yaxud da ki, yazılı müraciət etmək və qanunla müəyyən edilmiş müddətdə cavab almaq hüququ vardır. Bir məsələni də diqqətinizə çatdırım ki, bu cavab yazılı şəkildə olmalıdır. Yəni konstitusiyaya görə yazılı şəkildə olmalıdır. Amma vətəndaşların müraciəti haqqında qanunda şifahi də qeyd olunur ki, cavab verilə bilər. Dövlət orqanlarının və vəzifəli şəxslərini vətəndaşlar tənqid edə bilər. Tənqidə görə təqib qadağandır, təhqir və böhtan isə tənqid sayıla bilməzdir. Qısa şəkildə bu maddəyə də baxdıq. Sonra keçək yenə siyasi sütunda vətəndaşlığa baxaq, hüquqların mənbəyi.
52-ci maddə burada qeyd olunur ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı olan şəxs Azərbaycan vətəndaşıdır. Eyni şəkildə Azərbaycan ərazisində və ya Azərbaycan vətəndaşının doğulmuş şəxs də Azərbaycan Respublikasının vətəndaşı sayılır. Bunun təminat məsələsinə gəldikdə 53-də bu barədə danışırıq. Qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz. Əlbəttə ki, qanunla müəyyən edilmiş hallar, yəni itirilmə halları var, o istisnadır. Vətəndaş heç bir halda ölkədən qovula və ya xarici dövlətə verilə bilməz. Dövlət xaricdə yaşayan vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. 20-ci artıq hüquqi sütundayıq biz 1-ci ədalət mühakiməsinə çıxış. Məhkəmə təminatı 60-cı maddədə burada qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir. İnzibati qayda nədir uşaqlar? Yəni, məsələn, sizin əgər Maliyyə Nazirliyinin şikayətiniz varsa, onun tabe olduğu və ya prezident aparatına şikayət edə bilərsiniz. Ondan daha yuxarı quruma, amma onun tabe olduğu. Hər kəsin işinə isə qərəzsiz yanaşılmalıdır məhkəmədə, ağlabatan müddətdə baxmalıdır və məhkəmədə hər kəs dinlənilməlidir. Bax belə. Daha sonra keçək digərinə və eyni zamanda onu da deyim ki, hər kəs həmin bu dövlət orqanlarının, siyasi partiya, hüquqi şəxslərin və yaxud vəsfəli şəxslərin hərəkətlərindən də, hərəkətsizliyindən də şikayət verə bilərlər. 61 hüquqi yardım almaq hüququdur ki, hər kəs yüksək keyfiyyətli hüquqi yardım ala bilər və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz dövlət hesabına göstərilir. Əlbəttə ki, belə deyək, siz hansı halda bu müdafiəçinin köməyindən istifadə edə bilərsiniz? Dövlət orqanları tərəfindən tutulduğunuz, həbsə alındığınız və cinayət törədilməsinə ittiham olunduğunuz andan. 21-ə baxaq. Bura isə təqsirsizlik prezumpsiyasıdır. 63-cü maddə təqsirsizlik prezumpsiyasıdır. Nədir bu? Təqsiri qanuni qaydada sübuta yetirilməyən və məhkəmənin hökmü olmayan hər kəs təqsirsiz sayılır. Elə ən rahat sadəsi də budur. Şəxsin təqsirli olduğuna əsaslı şübhə varsa, onun təqsiri bilinməsinə yol verilmir. Təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyil, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Digər təminatlar var. 64-cü maddədir. Burada 64-cü maddədə qeyd olunur ki, bir cinayətə görə təkrara məhkum etməyə yol verilməməsi, yəni heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz. Yəni o cəzasını çəkir, ondan sonra azadlığa çıxır. 65 məhkəməyə təkrar müraciət etmək hüququdur ki, məhkum edilmiş hər kəsin hökmünə yuxarı məhkəmədə yenidən baxılması, əfv eləməsi üçün, yəni əfv olunması, cəzasının və yaxud yüngülləşdirilməsi haqqında müraciət eləmək hüququ var uşaqlar. 22-yə baxırıq indi. Və burada qeyd olunur ki, maddə 66-da qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi. Və elə qısa şəkildə desək, qohumlar əleyhinə ifadə verməmək, əlbəttə ki, burada qohum deyəndə kimləri nəzərdə tutur? Arvadına, ərinə, övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə heç kəs məcbur edilə bilməz. 67 isə tutulan, həbsə alınan və cinayətin törədilməsində təqsirləndirilən şəxsin hüquqlarıdır ki, tutulan və ya həbsə alınan hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının səbəbləri izah edilir. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs isə məhkum edilməzdən əvvəl dinlənilməlidir. Keçək 23-ə. 23 isə maddə 68-ə baxırıq. Bu, özbaşınalıqdan müdafiədir. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığını istisna edən vicdanlı davranış hüququ vardır. Dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ da vardır və burada dövlət qulluqçularla birlikdə mülki məsuliyyət daşıyırdı. 69 isə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarındadır ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edir və burada əgər qanun və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, 70-ci maddə siyasi sığıncaqdır və burada qeyd olunur ki, Azərbaycan dövləti beynəlxalq normalara uyğun olaraq əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığıncaq verir. Azərbaycan dövləti yox, üzr istəyirəm, Azərbaycan Respublikası olacaq. Yəni suallarda bunu çaşdırmaq üçün salırlar. Və qeyd olunur ki, siyasi əqidəsinə görə Azərbaycanda əgər o cinayət sayılmayan əmələ görə təqib olunursa, onda başqa dövlətə verilməsinə yol verilmir.
24-ə baxırıq və burada maddə 71 insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı var. Baxın, toxunulmaz hüquqlar deyəndə heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz. Bu 4-cü bəndədir. Birbaşa qüvvədədir. Qeyd olunur ki, bütün hüquqlar və azadlıqlar Azərbaycan ərazisində birbaşa qüvvədədir. Burada fövqəladə vəziyyət də var. Qeyd olunur ki, müharibə və fövqəladə vəziyyət zamanı hüquq və azadlıqlar beynəlxalq qüvvələr nəzərə alınmaqla məhdudlaşa bilər. Amma bir məsələ var ki, bununla bağlı uşaqlar əhaliyə qabaqcadan, dərhal yox, qabaqcadan məlumat verilməlidir. Sonra dövlətin borcuna baxaq. Deyir, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları hüquqları gözləməyə və qorumağa borcludur. Məhdudlaşdırma ilə bağlı da hüquqlar yalnız konstitusiya və qanunlarla, digərlərinin hüquqlarını qorumaq üçün və nəticəyə mütənasib şəkildə məhdudlaşdırıla bilər. Bax belə, sona baxaq uşaqlar. Burada sonda da bizim, bu bizim sonuncu idi. Azadlığın arxitekturası var, yekun var və bu ümumidir uşaqlar. Burada qeyd olunan hüquqlarınızı bilin, ondan istifadə edin və s. Əsas məsələ budur ki, sizinlə bütün bu günlərin ikinci bölmədə əks olunan bütün qanunlara, maddələrə baxmış olduq. Düzdür, hər birin tam ətraflı şəkildə çalışdım ki, izahını verim, amma nöqtə vergülünə qədər olmadı. Bəzən ola bilər hansısa bir maddəni, məsələn, şəxsi toxunulmazlıq hüququ və s. onlar uzun olduğu üçün əsas yerlərinə diqqət çəkdim. Bax belə uşaqlar, güman edirəm ki, hər biriniz üçün bir yaxşı mənbə olar. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.